Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır, deyib ümummilli liderimiz Heydər Əliyev. Söz yox ki, bu dəyərli kəlam sözün əsl mənasında müəllimlik peşəsini layiqincə yerinə yetirən şəxslərə şamil olunur. Çəkiliş qrupumuzun üst tutduğu Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin müəllimləri kimi 1984-cü ildən fəaliyyət göstərən bu təhsil ocağında hazırda 1080 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 95 müəllim məşğul olur, 30 nəfərlik texniki işçi çalışır. Sözügedən məktəb bütün dövlət tədbirlərində aktiv iştirak edir, bilik, idman və digər yarışlarda hər zaman yüksək nəticələr nümayiş etdirir. Məktəbin direktoru Alidə Hüseynovanın sözlərinə görə şagirdlərə müasir metodlarla təhsil verməklə yanaşı, yüksək vətənpərvərlik hissini aşılamaq və onları həyata bir şəxsiyyət kimi hazırlamaq onların əsas missiyasını təşkil edir. Bu məktəbin şəhidləri 1-ci Qarabağ müharibəsində də olmuşdur. 2-ci Qarabağ müharibəsində də şəhid övladlarımız bu məktəbdə hal-hazırda təhsil alırlar. Qazilərimiz də var bu məktəbin, öz şagirdlərimiz də bu məktəbin qaziləridir. Biz onları hər tərəfdə dəvət edirik. Şəhid övladlarına qayğı göstəririk. 1984-cü ildən dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan təhsil ocağına 2019-cu ilin noyabr ayından məktəbin məzunu olmuş akademik Fərman Salmanovun adı verilib. Aymir Esmail qızı, Sabutay Quliyev, Kristal TV.